Здравствуйте, дорогие зрители, дорогие студенты. Добро пожаловать на мой канал «Уроки русского языка». Мы с вами со вчерашнего дня начали снимать уроки из 2 класса. Это новая версия, есть старая версия на канале, а это уже новая версия, новая книжка. Сегодня у нас 2 урок. Тема наша называется «Давайте представимся». Salam əziz izləyicilərimiz, əziz tələbələrimiz, xoş gəlmisiniz Rus dili kanalıma. Biz sizinlə dünəndən artıq 2-ci sinif kitabını başladıq çəkməyə videolarına. Dünən 1-ci dərsimiz idi, bugün 2-ci dərsimizdir. Bu 2-ci sinif kitabının yeni versiyasıdır, köhnə versiyası da var. Bu isə yeni versiyasıdır. Artıq bu ildən bir çox məktəblərdə bu kitablar var, bəlkə də əksər elə bütün məktəblərdə. Bizim bugün 2-ci dərsimizdir. Mövzumuzun adı gəlin özümüzü təqdim edək. Özümüzü təqdim etməkdən söhbət gedəcək. Bu bizim şəklimizdir. Это наша картина və birinci tapşırıq. Задание первое. Ответьте на вопросы по картинке. Deyir, şəkil üzrə suallara cavab verin. Gəlin baxaq suallarımıza. Кого вы видите на картинке? Deyir, şəkildə kimi görürsünüz? Söhbət kimdən gedir? Nədən yox, kimdən gedir? Deyirik, мы видим учительницу и учеников. Uşaqlar da deyə bilərsiniz, şagirdlər də deyə bilərsiniz. No, məktəbdə olduğu üçün deyək ki, şagirdləri görürük. Учительница и ученики. Tam da deyə bilərsiniz, мы видим на картинке учительницу и учеников. Və yaxud da qısa deyə bilərik, учительница и ученики. Ученики şagirdlərdir. Второй вопрос. İkinci sualımız. Где учительница и ученики? Deyir, müəllimə və şagirdlər hardadılar? Biz deyəcəyik ki, onlar məktəbdədirlər. Deyə bilərik qısaca, они в классе, klass sinifdir, в классе sinifdə olur. Və yaxud da tam deyə bilərik, учительница и ученики в классе. Sualın içində də cavabımız var. Sadəcə где əvəzinə axırda deyirik в классе, sinifdə. Третье. Что спрашивает учительница у детей? Deyir, müəllimə uşaqlardan nə soruşur? Lövhədə gördüyümüz kimi hərflər var. Böyük ehtimal ki, müəllimə uşaqlardan hərfləri soruşur. Учительница спрашивает у детей bukvы. Hərfləri. Bukva hərflərdir. Burada 2 hərf var, ona görə cəmdə deyirik bukvı. Və yaxud da qısaca deyə bilərsiniz bukvı. Və yaxud da ən yaxşı olar ki, uşaqlar dilləri öyrəşsinlər deyə tam cavab versinlər cümlələri. Bir daha deyirəm. Учительница, baxın bu söz, учительница спрашивает у детей. Burada elə uşaqlar veriblər. Siz də belə deyə bilərsiniz uşaqlar və yaxud da учеников deyə bilərsiniz şagirdlərdən. У детей буквы. Учительница спрашивает у детей буквы. Hərfləri soruşur. И последний вопрос. Sonuncu sual. Как они отвечают? Onlar necə cavab verirlər? Deyə bilərik ki, yaxşı cavab verirlər və yaxud da aktiv cavab verirlər. Cavabımız belə olacaq. Они отвечают хорошо. Qısaca deyə bilərsiniz хорошо və yaxud da отлично, əla. Очень активно, çox aktiv cavab verirlər. Или просто хорошо. Они отвечают хорошо. Задание 2. Прослушайте, повторите. Bu yəni qulaq asmaqdır, dinləmədir və təkrar etməkdir. Burada yaxşı ki, belə başqa bir tapşırıq yoxdur. Nəsə belə test falan ya da nəsə verməyiblər. Çünki digər kitablarda, böyük siniflərdə dinləməyə görə başqa tapşırıqlar olurdu. Burada yaxşı ki, yoxdur. Ona görə problemsiz, yəni bunu eləməsək də sizə çox da böyük bir narahatçılıq olmayacaq. Bunu sadəcə dinləyib təkrar etmək lazımdır. Bu ikinci tapşırıq odur. Задание 3. Укажите картинки, название которых отвечает на вопрос «что». Buradan elə şəkilləri göstərməliyik ki, nə sualına cavab versin. İndi burada insanları çıxırıq, çünki bunlar кто, kim sualına cavab verir. Biz ancaq что, nə sualına olan verəcəyik. Kniги, kniga kitabdır. Burada çoxludur, deyirik kniги. Bunu göstərirsiniz. Karandaş, elə Azərbaycan dilində, Rus dilində də eynidir, karandaş. Və lineyka, lineyka xətkeşdir, lineyka. Lineyka. Bunu da uşaqlar öyrənmiş olarlar. 3 dənə şəkli göstəririk. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Deyir, bu dialoqu müəllimin arxasıca təkrar edin və ona oxşar da siz də dialoq qurun. Nümunəyə uyğun siz də dialoq quracaqsınız. Başlayaq. Здравствуй. Представься, пожалуйста. Salam. Özünü təqdim elə, zəhmət olmasa. Привет. Mamedova Fidan Yaşar qızı. Salam. Məmmədova Fidan Yaşar qızı. Fidan, сколько тебе лет?
Fidan, sənin neçə yaşın var? Мне 7 лет. Mənim 7 yaşım var. В каком классе ты учишься? Neçənci sinifdə oxuyursan? Я учусь во втором классе. Mən 2-ci sinifdə oxuyuram. Fidan, сколько человек в вашей семье? Fidan, ailənizdə neçə nəfər var? 5. Papa, mama, sestra, brat и я. 5. Ana, ata, bacı, qardaş və mən. До свидания, Fidan. Пока. Sağ ol, Fidan. Sağ ol. Bu birinci idi. 2 dənə oğlan və qız arasında olan dialoqu idi. İndi buradakı dialoqa baxırıq bu şəkildəki. Ребята, вы можете представиться? Нет. Uşaqlar, siz özünüzü təqdim eləyə bilirsiniz? Yox. Если вам скажут представьтесь, вы должны назвать имя, фамилию и отчество. Əgər sizə desələr ki, özünüzü təqdim elə, siz öz adınızı, soyadınızı və ata adınızı deməlisiniz. А еще что можно сказать? Bəs başqa nə demək olar? Можешь сказать, сколько тебе лет и в каком классе ты учишься? Спасибо. Deyə bilərsiniz neçə yaşınız var və neçənci sinifdə oxuyursunuz. Çox sağ olun. Vəssalam, buna uyğun da siz dialoq qurun. Yəni, uşaq burada deməlidir adını, soyadını, ata adını, neçə yaşı olduğunu, neçənci sinifdə oxuduğunu və ailə haqqında qısaca ki, ailədə kim var, onu demək lazımdır. Bunu burada uşaqları öyrənməlidir, çoxlu-çoxlu praktik eləməlisiniz. Və son 2 tapşırığımız. Укажите картинки, название которых можно заменить словом он. Deyir, buradakı şəkillərdən göstərin, hansını ki on sözü ilə əvəz eləmək olar. Birinci dərsdə izah eləmişdik ki, on nədir? O deməkdir və kişi cinsi təqdim eləyir. Və rus dilində belə bir şey var, qayda var ki, əgər sözlər samit hərflə bitirsə, o zaman onların kişi cinsi aiddir. A, ya hərfləri ilə bitirsə, o zaman qadın cinsi aiddir. Biz burada on, kişi cinsi aid olan sözləri seçirik. Lisa, Lisa A-dan qutarır, bu qadın cinsin sözüdür, bu uyğun gəlmir. Zayet, Zayet doğuşan sözün 2 rus dilində mənası var. Bir çöl doğuşanı, zayet, bir də krolik, ev doğuşanı. İkisi də samitlə bitir. Biri C, biri də K hərfi ilə bitir. Ona görə ikisi də kişi cinsdir. Yəni ona görə bu sözü göstəririk. Zayet və yaxud da krolik. Potom volk, canavar volk. Yəni K ilə bitir, kişi cinsdir. Bunu da göstəririk. Belka A-dan qutarır. Bu bizə uyğun gəlmir. Ancaq volk, zayid sözlərini götürüb istifadə edir ki, bunlar kişi cinsə aiddir. Yəni bunu on sözü ilə əvəz eləmək olar. O sözü ilə əvəz eləmək olar. Və последнее задание. Sonuncu tapşırıq. Запишите элементы буквы B. Bu bizdə B hərfidir. Görürsünüz, bu böyük hərf B-dir. Bu da balaca hərf B-dir. Bunları siz elementlərini dəftərdə yazırsınız ki, uşağınız da yazır, propisdə ala bilərsiniz, orada yazsınlar və yaxud da müəllimə dəftərdə verə biləcək, o da yazar, ya da siz özünüz buradan baxıb yaza bilərsiniz. Bu qədər. Bu dərsimiz, 2-ci dərsimiz bitdi. Çalışacağım 3-cü, 4-cü dərsləri də bugün ya da sabah çəkim, paylaşım, çünki artıq bilirəm ki, məktəbdə уже siz öndəsiz, 3-cü, 4-cü, 5-ci dərslərdəsiz. Çalışacağım bugün ya da sabah digərlərindən çəkim, paylaşım. Bu qədər. Sualınız olsa yazarsınız. Sizə uğurlar. Sağ olun. До свидания. Удачи вам. Увидимся.